Gününüz uğurlu olsun. Sözümüzün canı verilişinin bugünkü mövzusu havaların qarlı keçməsi ilə əlaqədar olaraq kənd təsərrüfatı, heyvandarlıq, bitkiçilik və bağçılıq sahələrinə təsirləri olacaq. Qar örtüyü torpağı qoruyurmu, yoxsa məhsuldarlığa təhlükə yaradır? Şaxtalar meyvə ağaclarına necə təsir edir? Bu suallara aydınlıq gətirmək üçün bugün studiyamızda Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları var. Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdürü Tanrıverdi İsmailov və Quba Aqrar Dövlət İnkişaf Mərkəzinin heyvandarlıq sektorunda baş məsləhətçi Telman Balabəyov. Xoş gördük, hər birinizi, xoş gəlmisiniz, sağ olun. Tanrıverdi müəllim, bu il havaların qarlı və soyuq keçməsi kənd təsərrüfatında hansı ümumi dəyişikliklərə səbəb oldu? Bəli, bildiyimiz kimi Quba rayonu Respublikamızın ən şimal bölgələrinin biridir. Adətən hər il olduğu kimi elə bu ildə qarın çox yağması bu bir təsadüf deyil, bu təbii iqlim şəraitidir. Şimal bölgədə qarın çox yağması bu təbii bir şeydir. O ki qaldı qeyd etdiyiniz kimi qar örtüyünün xüsusilə bitkiçilik sahəsinə təsiri. Qar örtüyünün belə deyək, həddindən artıq qar yağarsa, payızlıq əkin sahələrində uzun müddət əgər o qar qalarsa və xüsusən də qar örtüyünün üz hissəsi gündüz qarların ərimə zamanı əriyəndən sonra axşam şaxtalar nəticəsində qarın üzərinə buz örtüyə əmələ gələrsə, təbii ki, bu payızlıq əkin sahələrində müəyyən qədər öz mənfi təsirini göstərir. Digər havalarda qarın kənd təsərrüfatı xüsusən də bitkiçilik sahəsində heç bir mənfi təsiri yoxdur. Müsbət tərəfləri qat-qat çoxdur. Qar örtüyü torpaq üçün xeyirdir. Düz indi hər fəsil özünü göstərməlidir. Biz son illər qlobal iqlim dəyişikliklərlə bağlı olaraq öz rayonumuzda belə bir qarlar olmayıb. Bu qış bir-iki dəfə qar yağdı. Amma qışın qarlı olması xeyirlidir. Qış deyir, qışlığını eləməlidir. Heyvandarlıq sahəsində müəyyən xırdapara çətinliklər olub. Rayonda əsasən heyvandarlıq qış dövründə tövlə şəraitindədir. Tövlə şəraitindədir, yəni fermerlərimiz yay boyu qüvvəli yem, qaba yem ehtiyatlarını görüblər. Onun üçün də elə bir çətinliklər yaradılmır. İndi yolun buzda olması bəzən heyvandarlığın günorta saatlarında suya açılmasında müəyyən problemlər ola bilir. O da ki, bazı heyvanlar sürülmür adətən. Bəzən suvarma ilə tövlə şəraitində olur. Bəzən açıq şəraitdə suvarılır heyvanlar. Xırda boynuzlu heyvanın çox hissəsi adətən qışlaqlardadır, bu dağa hazırda. Şabran, Xızı rayonlarında, çox paydakı Hacıqabul rayonunda, rayonumuzun qış yataqlarındadır. Orada da elə bir qalın qar örtüyü olmamışdır, elə bir çətinliklər yaradılmayıb. Yəni, normal fermerlərin həyat şəraiti, həyat fəaliyyəti heyvanlarında normal gedir. Yem ehtiyatı, ot ehtiyatı fermerlərdə yaxşıdır. Rayonumuza müəyyən qədər yemin də digər rayonlardan daxil olması olur. Qüvvəli yemlərin daxil olması olur. Yəni çatışmayan yem payının əvəz olunur. Elə bir çətinliklər olmur. İnşallah ki, yaxşı olar. Tanrıverdi müəllim, uzun müddətli qar və şaxtalar torpağın münbitliyinə necə təsir göstərir? Bəli, uzun müddətli qar və şaxtaların olması belə deyək də, yəni qalın qar örtüyünün xüsusən də dağlıq ərazilərdə olması bu bizim yay aylarında suyun bolluğu deməkdir. Nə qədər dağlıq ərazilərdə qar qalın olarsa, nə qədər buzlaqlar qorunub saxlanılarsa, nə qədər yeni buzlaqlar əmələ gələrsə dağlıq ərazilərdə, o qədər də yay aylarında Quba rayonunda axan dağ çaylarında suyun bolluğuna səbəb olur. Bu da təbii ki, həm Quba rayonunda kənd təsərrüfatı bitkilərinin suvarılmasında və eyni zamanda da Quba rayonunun dağlıq kəndlərindən axan sulardan Samur Dəvəçi kanalına müəyyən qədər ötürülür ki, o da birbaşa bildiyimiz kimi Ceyranbatın su anbarına toplanılır. Şəhər əhalisinin içməli su kimi istifadə etməsi üçün. Yəni dağlarda qar örtüyünün belə deyək, nə qədər çox varsa o qədər məhsul bolluğu deməkdir. O ki qaldı bu bizim bağçılıq təsərrüfatlarımıza xüsusən də yəni bildiyimiz kimi Quba rayonunda ən çox inkişaf edən bir sahə meyvəçilikdir. Respublikamızda ən tanınmış rayonlardan biridir. Əsasən də biz meyvəçiliyin üstündə duracaq ki, bu qar örtüyünün ya şaxtaların mənfi təsirinə, ya müsbət təsirinə əlaqədar.
Qar örtüyünün belə deyək və ya şaxtaların, meyvə bağlarının heç bir mənfi təsiri yoxdur. Yəni Quba rayonunda elə meyvə bitkiləri əkilir ki, Quba rayonunda belə deyək də ən şaxtalı havalarda belə dözülməsi mümkün olan meyvə ağaclarıdır. Yəni Quba rayonunda belə deyək şaxtalar nəticəsində məhv olacağı bitkilər elə əvvəldən əkilmir. Subtropik bitkilərdir, misal üçün heyva ağacıdır, nar ağacıdır, xurma ağacı. Bunlar Quba rayonunda xas belə deyək əkilisi məsləhət bilinməyən ağaclardır və əkilməyib də. Ona görə də Quba rayonunda mövcud olan meyvə bağlarına şaxtalar tərəfindən heç bir mənfi təsiri hələ ki olmamışdır. Düzdür, həddindən artıq şaxtalar olarsa bu bir il bir dəfə Quba tarixində olmuşdu, qoz ağaclarına çox mənfi təsirini göstərmişdi. Hətta alma ağaclarına da mənfi təsir göstərmişdi. Bu mənim belə deyək iş təcrübəmdə bir dəfə mənə rast gəlib. Lakin bu ilki şaxtalar elə də güclü olmayıb. Ona görə meyvəçilikə heç bir mənfi təsiri olmayacaq. Yəni Quba rayonunun taxılçılıq sahələrinin 85-90% dəmiyə sahələrdə əkilib, taxıl sahələri. Yəni 8737 hektar əkin sahəsi mövcuddur ki, Quba rayonunda. Bunun da hardasa 7500 hektarı dəmiyə ərazilərdə əkilir. Yəni dəmiyə sahələrdə də bildiyimiz kimi su çıxmayan sahələrdir, suvarılması mümkün olmayan sahələrdir. Təbii ki, burada taxıl sahələrinin suvarılması elə təbii yağmurlar nəticəsində olur. Elə bu qarın yağması həmin dəmiyə əkin sahələrinin bir növ elə bil ki, ilk yaz suvarmasına bərabər bir şeydir. Bu dəqiqə nə qədər elə meyvə bağlarında da, əkin sahələrində qar yağarsa, bir o qədər bağbanlarımız sevinəcək. Həm suvarma tərəfi ilə bir suvarmadır. İkinci bir tərəfdən də meyvə bağlarında şaxtalı havaların, qarın olmasının müsbət tərəfi odur ki, bildiyimiz kimi meyvə bağlarının becərilməsində ən böyük, ən çətin, ən problemli becərilmə işi xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsidir. Qarlı şaxtalı havaların həmin bu xəstəlik və zərərvericilərin qışlama fazasında, göbələklərin sporlarıdır, sonra zərərvericilərin put formasında, yetkin formada, ya hansı formadan asılı olmayaraq qışlama fazasında şaxtalar tərəfindən bir hissəsi müəyyən qədər məhv olunur və bağbanlara məsləhətdir ki, xüsusən də yaşlı ağaclarda, yəni ştampda, gövdədə köhnə qabaqları olan ağaclarda, o qabaqların təmizlənməsi bu şaxtalı havalarda, o da öz müsbət təsirini göstərir. Həmin qabağın altında zərərvericilərin qışlama fazası, yəni onun qış dövründə yaşaması üçün o qabaq altında toplanırlar. Qabaqları biz təmizləyəndə xüsusi qabaq təmizləyici alətlər vasitəsilə o zərərvericilərlə bir yerdə köhnə qabıqlar qarın üstünə tökülür və gecə şaxtaların nəticəsində onlar məhv olunur. Belə olduğu halda da yayda bunların zərər vermə dərəcəsi də az olur. Yəni zərərvericilərin sayı nə qədər az olarsa, təbii ki, o qədər də çiləmələrin sayı azalacaqdır. Yəni qarın yenə də mən təkrarlamaq istəyirəm ki, qarın bol yağması, qarın çox olması bitkilik sahəsində çalışan insanları sevindirir. Girman bəy, taxıl və yem bitkiləri üçün qarlı qış nə dərəcədə faydalıdır? Taxıl və yem bitkiləri üçün qarlı qışın faydası var. Elə qarın özü bir yorğandır həmin sahələr üçün. Yəni həmin sahələrin kök atmasında onlara çox köməkli eləyir. Onları müəyyən zərərvericilərdən qoruyur və taxılın da daha məhsuldar olmasına köməkli eləyir təbii ki. Məhsuldarlıq artır. Məhsuldarlıq göstəriciləri yaxşı olur. Amma zərərvericilərə qarşı fermerlər belə də mübarizə aparırlar. Amma qarın belə taxıl sahələrində olması elə fermerlərə bir köməkdir. Daha bir köməkdir. Bir addımda bunlar irəli atır. Həm məhsul yaxşı olur, həm zərərvericilər özləri tələf olur müəyyən üsullarla. Bir də ki, müəyyən dərman işləri az görülür də. Yəni, bu da özü fermerlərə bir köməklik göstərir. Məhsuldarlığa da təbii ki, təsirli yüksək səviyyədə. Tanrıverdi müəllim, şaxta nəticəsində əkin sahələrində hansı problemlər yarana bilər? Şaxta nəticəsində əkin sahələrində əgər bildiyimiz kimi bu dəqiqə Quba rayonunda hər iki əkin sahələrində qar örtüyü mövcuddur var. Qar örtüyü olduğu halda şaxta nə qədər belə deyək mənfi tərəfə güclü olsa, yəni belə deyək 15 dərəcə, 20 dərəcə hətta olsa, qar örtüyü olandan sonra heç bir mənfi təsiri olmur. Ona görə ki, o qar örtüyü yorğan kimi bitkinin üzərini örtür. O havada olan yüksək belə deyək şaxta o bitkiyə təsir edə bilmir. Ona görə ki, qardan o şaxta qarın altına keçə bilmir və o şaxta da o bitkiyə təsir edə bilmir. O ki qaldı qarın tam əridikdən sonra,
Yəni o taxıl sahələri açıq olduğu halda gecə çox yüksək şaxtalar olarsa təsir eləyə bilər. Quba rayonunda da belə deyək, taxıl sahələrinə təsir edə biləcək şaxtalar çox da olmur. Və hələ ki bu ilki ildə də mən görməmişəm ki, yəni hal-hazıra qədər əkini məhv edə biləcək dərəcədə şaxtalar olsun. Hələ ki yoxdur, Allah köməkliyi bundan sonra da olmayacaq. Qarın bir dənə əkinə mənfi tərəfi nədir? Bayaq mən qısaca qeyd etdim. Əsas mənfi tərəfi əkinin odur ki, uzun müddət əgər əkin sahələrini qar örtüyü örtərsə, bayaq qeyd etdiyim kimi həmin qar gündüz vaxtları isti havalarda qarın üst səthi əriyir, müəyyən qədər sulanır və axşam şaxtalarda o donduğu halda nazik buz təbəqəsi əmələ gəlir. Hansı ki, elə bir vedrədə su qoyursan çöldə nazik buz təbəqəsi əmələ gəlir. O buz təbəqəsi əmələ gəldikdə torpağın və o torpaq üzərində olan əkin sahəsinin havalanması problem yaradır. Ora oksigen daxil olmadıqda, ora hava daxil olmadıqda o bitki nəfəs ala bilmədiyinə görə məhv olur. Bilmirəm, indi fikir vermişsiniz, verməmişsiniz, mənə çox rast gəlib. Qar örtüyü çox olan yerlərdə, yəni yazda o qar əriyəndən sonra həmən qar örtüyü çox olan, bayaq qeyd etdiyim kimi problemlər, yəni qarın üstü buz bağladığı hallarda o əkin saralır. Saralır, həddindən artıq saralmış bir vəziyyətdə olur. O sonradan müəyyən qədər inkişaf etsə də, mən sizə deyim ki, məhsuldarlıq yarı-bayarı azalır. Bəzi hallarda tamamilə məhv olur. Ona görə də mənə fermerlərə məsləhətim ondan ibarətdir ki, belə olduğu halda, hələ ki uzun müddətli qar örtüyü olmayıb, bundan sonra təkrar qar yağıb, ola bilər belə bir hallar baş verdiyi halda, həmin qar örtüyünün üzərinə, bax biz onsuz da yemləmə gübrəsini əkin sahələrinə verməliyik. Biraz müddət qalıb verməliyik. Biz o qar örtüyü uzun müddət olduqda, traktor vasitəsilə yemləmə gübrəsini qarın üzərinə verdikdə, burada biz, belə deyək, çox iş görmüş oluruq. Həm yemləmə gübrəsini veririk, həm traktor hərəkət etdikdə, traktor o bayaq dediyim kimi qar təbəqəsinin üst qatını öz ağırlığı nəticəsində qırır. İkinci tərəfdən də bildiyimiz kimi azot gübrəsi qarın üzərinə düşməklə o yumşalır, əriyir və qarı əridir. Adətən biz azot gübrəsini qarın üstünə atsa o qarı əridir. Məsələn ki, duzu qarın üstünə atanda əridiyi kimi, azot gübrəsi də qarın üzərinə düşəndə əridir. Yəni o qarı əridir. Əridir və asanlıqla da qar örtüyü məhv olmasına səbəb olur. Yəni burada biz həm havalanmanı təşkil elədik, həm yemləmə gübrəsini verdik, həm qarı əritdik, dibinə suvarma kimi getdi. Yəni uzun müddət qar olduğu halda bu tədbiri həyata keçirdikdə bu əkinin məhv olması məhv olmur. Ümumiyyətlə saralma bayaq qeyd etdiyim kimi boğulmanın üstü saralmalar baş vermir. Onun üçün də tövsiyəm ondan ibarət ki, əgər bundan sonra bir daha bu qarın üzünə təkrarən də qar yağdığı halda Aran kəndlərdə bir o qədər bu problem olmayacaq. Dağlıq və dağətəyi əkin sahələrində dediyim kimi traktor vasitəsilə bu olmazsa, əl vasitəsilə bu da olmadığı halda sonuncu variant odur ki, at. Adıcana at. Minik atı. Minik atını o əkin sahəsinin üzərində gezdirmək. Ki, o buz təbəqəsini deşsin o atın ayaqları. Bax, bu da kiçik ərazilərdə düzdür, tətbiq etmək mümkündür. Bizim dağ kəndlərində əsasən yarım hektar, 1 hektar yarım ərazilərdə bir böyük masivimiz yoxdur dağ kəndlərində. Bax, bu vasitələ də, bu qeyd etdiyim vasitələ də həmin qar örtüyünün üzərini qırmaq olar, o buz təbəqəsini qırmaq olar və əkin havalanmasına səbəb ola bilər. Yəni, bu həyata keçirilərsə, bunlar həyata keçirilərsə, hətta uzun müddətdə qar örtüyü olduğu halda heç bir mənfi təsir yoxdur. Bu dediyiniz variantlardan istifadə edənlər var. Təbii ki, bu mən indi yaşıma görə deyirəm, uzun müddət mən bu sahədə çalışıram. 82 ildən bu tərəfi indiyə qədər çalışıram və hal-hazırda da çalışıram. Həm öz təsərrüfatımda, həm də ki, tutduğum vəzifəyə görə digər təsərrüfatlarda mən çox oluram. O Sovet dövründən bu tərəfə bu tədbirlər həyata keçirilir və indi də həyata keçirilir həmin tədbirlər. Düzdür, kütləvi deyil. Bəzi bağbanlarımız da ki, onu bilmirlər, gənc bağbanlarımız xüsusən. Yəni, onlar bağbanlarımız belə deyil, bağban deyil, əkinçi dedikdə bunlar hansısa bir məktəb oxuyub əkinçi olmuyorlar. Sadəcə özəlləşmə zamanı onlara verilən torpaq üzərində çalışa müəyyən təcrübələr toplayıb əkinçi olub işləyirlər. Elmi tərəfini bir o qədər bilmirlər. Ona görə də gənc taxılçılarımız bilməsə də, köhnə taxılçılarımız, yəni uzun müddət bu sahədə çalışan taxılçılar bunu bilirlər və icra eləyirlər. O gənc taxılçılara da tövsiyəm ondan ibarət ki, bayaq qeyd etdiyim tədbirləri həyata keçirsələr, mən %100 deyirəm ki, uzun müddətli qar örtüyündən əkin heç vaxt ziyan görmür. Təhlükə olmayacaq. Bəli, mən bunu bir qədər də kənara çıxın, çünki bu taxıl sahələrində uzun müddət qar olduqda bayaq qeyd etdiyim ki, fəsadlar yaradır deyə bir daha təkrar deyirəm. Mən bunu öz təcrübəmdən deyirəm.
Mən özüm uzun müddət safkozda baş agronom işləmişəm. O vaxtlar siz gənclik bilməzsiniz. Kollektiv təsərrüfat olurdu kolxoz safkozlar. Böyük ərazilərdə. Orada mən şəxsən özüm traktorlarla qışda gübrə aparıb sətmişik traktorlarını da bir böyük müsbət nəticəsini də görmüşük. Bu elimdə də var, bu kitablarda da yazılır, kənd təsərrüfatında kitablarda da bunu təxəssüslərimiz də tətbiq eləyir və tövsiyə olunur ki, bundan sonra da tətbiq eləsinlər. Teğmen bəy, fermerlər qarlı və şaxtalı qış aylarında hansı qabaqlayıcı tədbirləri görməlidirlər? Əsasən yem bazası olmalıdır. Yem tədarük olmalıdır, yem ehtiyatı olmalıdır. Yəni fermer bilməlidir ki, bunun neçə baş xırdabunuzda heyvanı var, neçə baş irbunuzda heyvanı var və buna görə də yem tədarükünü öncədən görməlidir ki, sabah qarlı şaxtalı havada yem axtarmaq çətin olur, gidib gəlmək çətin olur. Ona görə də yem ehtiyatı öncədən görülür. Qarlı şaxtalı havalarda da həmin yemlərdən fermerlər istifadə edir. Yəni elə bir çətinlik yaradılmır bizim rayonda adətən götürəndə. Bizim rayonumuz şimal rayonu olduğu üçün fermerlərimiz də belə şeylərdə aktivdir. Yəni Aran rayonunda qar yağmaya bilir, amma Qubaya qar yağma ehtimalı qışda daha yüksəkdir. Onun üçün də bu tədbirlər öncədən görülür. Bunun üçün də biz fermerlər özlərini də məlumatlandırırıq. Yəni müəyyən kanallarla onlara digər yem vasitələri axtarmaqda daha çox köməklik göstəririk, yardımçılıq edirik ki, qış vaxtı bu çətinliklərlə üzləşməsin. Hal-hazırda belə bir çətinlik yoxdur. Yoxdur. Hal-hazırda belə bir çətinlik yoxdur. Hər şey qaydasında gedir. Payızlıq əkinlər üçün bu cür qış şəraiti risklidir yoxsa üstünlükləri varmı? Üstünlüklərin bayaq qeyd etdiyim riskli odur ki, riskli. Yəni Quba rayonuna xas olmayan anormal təbii iqlim şəraiti olsa, yəni anormal neyi nəzərdə tuturam mən? Yəni Quba rayonunda həddindən artıq şaxtaların olduğu halda müəyyən qədər problemlər yarana bilər. Yəni belə güclü şaxtalar da hələ ki biz təsadüf etməmişik. Olmayıb, yalnız bayaq qeyd etdiyi kimi bir il olub, o ildə əkinlərə heç bir mənfi təsir eləmədi o yüksək şaxtalar. Ancaq müəyyən qədər meyvə ağaclarına təsir edir. Yenə təkrar edirəm, yüksək qarın olması, yüksək şaxtaların olması əkilmiş əkinə, düzərib, inkişafda olan əkinə heç bir mənfi təsiri yoxdur. O ki, qaldı meyvə bağlarına müəyyən qədər təsiri var. Bu da bayaq qeyd etdiklərindən əlavə mən demək istəyirəm ki, meyvə bağlarında, xüsusən də çəyirdəkli meyvə bağlarında suvarmanın düzgün tətbiq etmədikdə, yəni avqust ayının sonlarında, sentyabr aylarında yemləmə gübrəsi çəyirdəkli meyvə ağaclarında bura daxildir. Gilas, gavalı, şaftalı, nektarin deyirik şaftalının bir növüdür, albalıdır. Bunlara biz payıza yaxın yemləmə gübrəsi verir və suvarmanı tez-tez verdiyimiz halda o meyvə ağaclarında vegetativ orqanları, indi biz zor ediləcək, o zoğların inkişafı davam edir və davam etdiyi halda da sentyabr, oktyabr aylarının ortalarına qədər ki, kifayət qədər isti olduğuna görə o inkişafı davam edir. Sonra birdən-birə qar yağdığı halda o odunlaşmamış, bayaq dediyim zoğların yuxarı hissəsi odunlaşmamış hissəsi kövrək olduğuna görə birdən-birə yüksək şaxta olduğu halda odunlaşmamış o zoğların uc hissəsi quruyur, məhv olur. Bu da növbəti ildə yaz ayında o zoğun yenidən inkişaf edən zaman müəyyən problemlər yaranır. Bunun üçün də suvarmaya diqqət yetirmək lazımdır ki, çəyirdəkli meyvə ağaclarında, elə tumlu meyvə ağaclarında da, alma armuda da daxildir, suvarmaya diqqət yetirsinlər. Yəni ehtiyac olmadığı halda mənim ağacım daha tez böyüsün, mənim ağacım daha boylu buxunlu olsun deyib payız aylarında gemləmə gübrəsi və suvarmanın həddindən artıq verməsi, yəni o bitki sükutə getməlidir. Əgər soyuqlar düşürsə, əgər payız ayları gəlirsə, payızın sonra qabağı qışdırsa, biz belə deyək də, şuurlu formada insan başa düşürsə, bitki o şuuru olmasa da, bitki də özünü qışa hazırlayır. Bitki özünü qışa hazırlayır, yarpağını tökür, sükunətə gedir, tam inkişafdan dayanır ki, özünü qorusun, yaz aylarında növbəti vegetasiya dövründə o inkişafını davam etsin. Bu baxımdan da biz o bitkinin belə deyək, sükunətə getdiyi dövrdə biz onun inkişafdan dayanmasını qoymayanda, bayaq qeyd etdiyim kimi, su verəndə və ya gübrə verəndə, temperaturda olduğu halda o yarpağını gec tökür, inkişafını gec saxlayır, sükunətə gec gedir və bu halda da birdən-birə yüksək şaxtalar olanda, həmin bayaq qeyd etdiyi kimi odunlanmamış zoğlar %100 şaxta vurur. Bu da çox böyük fəsadlar törədir. Bir də meyvə ağaclarında
xüsusən də yüksək şaxtalı havalarda meyvə ağaclarında budama və forma vermə məsləhət bilinmir. Ona görə ki, şaxtalar çox yüksək olduğu halda biz hər hansı bir meyvə ağacında, xüsusən də cavan meyvə bağlarında forma vermə, yəni o budağı biz qayçıyla, yaymışarla kəsdiyimiz halda axşam saatlarında yüksək şaxtalı hava o kəsdiyimiz yerdə çatlar əmələ gətirir. Yəni o nətər ki, şaxtada biz fikir vermişik ki, şaxtalı havada quruma daha sürətlə gedir. Elə paltar səhərləndə də, elə asfalt sahəsini götürək, axşam yaş olur, səhər durub görür ki, qupqurudur. O axşamın şaxtası səbəbindən o quruyur. Bax, o kəsdiyimiz oduncağın o hissəsi də həddindən artıq sürətlə qurumaya gedir və çatlar əmələ gəlir. Çatlar əmələ gəlirsə, yazda həmin vurduğumuz o forma vermə zamanı və ya budama zamanı vurduğumuz yara mütləq növbəti və qisadiyyət sağalmalıdır. Onun üstü qabıq örtməlidir. Onun üstünü qabıq örtə bilmir. Çünki o çat düşdükdə oduncaq məhv olur. Oduncaq öldüyü halda onun üstünü qabığı bağlamır. Bu da fikir vermişsinizsə, xüsusən də yaşlı ağaclarda, budanmış ağaclarda onun üzəri bağlanmamış yaraları yəqin ki, siz təsadüf eləmişsiniz. Əgər bu şaxtalı havalarda, bax, bu qeyd etdiyim kimi bu cür forma vermə və budama olduğu halda bu cür fəsadlar da olur. Ona görə məsləhət bilinir ki, bizim fermerlərimizə həddindən artıq şaxtalı havalarda, xüsusən də yanvar-fevral aylarında ümumiyyətlə o budama və forma vermə işini həyata keçirməsinlər. Digər bağlarda lazım olan işi, ağacların dibinin yumşalmasıdır. Uzun müddət, yəni çətinliklə torpaqda həll olunan görələr var. Yəni bir var, gübrəni torpağa tətbiq edirsən, o 5-10 gün müddətində həll olur və bitki qidalana bilir. Elə gübrələrimiz var ki, o bir aya qədər müddət lazımdır ki, o torpaqda həll olsun, sonra bitki onu qəbul edə bilsin. Onun üçün də bax, o gübrələri elə qış aylarında torpaq altına vermək olar yumşaltma nəticəsində. Yəni bağların kol-kosdan təmizlənməsi, arxaların təmizlənməsi, belə deyək, indi damlama üsulundan sonra da adətən bağlar, göllər, su hovuzlarının palçıqdan, lildən təmizlənməsi, yəni bu kimi suvarma sisteminin təmiri bu işlərlə məşğul ola bilərlər. Ancaq budama işi yanvar-fevral aylarında etməsələr daha gözəl olur. Mart ayından başlayıb aprel ayının ortalarına qədər budamanın həyata keçirilməsi mümkündür. Hələ kifayət qədər vaxtımız var. Ona görə belə havalarda budamanın forma övənin aparılması məsləhət bilinmir. Erkən çiçəkləyən ağaclar var. Şaxtalı hava şəraiti həmin ağaclara necə təsir göstərir? Gənc çiçəkləyən ağaclar təbii ki, vaxtından əvvəl çiçəklənmiş ağaclar çiçəklədikdən sonra müəyyən qədər şaxta olarsa, o çiçəyi də şaxta vurur və bildiyimiz kimi çiçəkdə tozlanma gedir. Tozlanmadan sonra mayalanma gedir və inkişaf edib orada meyvə əmələ gəlir, meyvə yanlığı və toxum əmələ gəlir, belə deyək. Əgər şaxtalı havalar olarsa, hətta tozlansa orada mayalanma prosesi getmir. Və mayalanma prosesi də getməsə bir neçə gün təbii ki, orada meyvə də olmayacaq. Ona görə də biz elə bitkiləri seçməliyik ki, Quba rayonunda və yaxud da ki, elə növləri seçməliyik ki, o tez çiçək açmasın. Yəni bir qədər gec çiçək açan meyvələrdən biz istifadə etməliyik. Və o çiçək açmanın qarşısını müəyyən qədər biz ala bilirik. Belə deyək, yağlı dərmanlar var. Preparat yağ indusiyasından hazırlanmış dərmanlar, onlar çox da adlarını çəkmirəm. Onlar çilədiyi halda bir neçə gün meyvə ağaclarının, tumurcuqların şişməsini və çiçək açmasını gecikdirə bilir. Belə olduğu halda həmin dərmanlardan da çiləmək olar ki, bir neçə gün, hətta bircə gün gecikdiririksə, o da böyük köməkdir. Bircə gün gecikdirməyimiz o meyvənin qorunub saxlanmasına səbəb ola bilər. Onun üçün də biz elə əvvəldən seçəcəyimiz çingilər, o çingilərin növləri, elə növlər seçməliyik ki, Quba rayonu şəraitində tez gül açmasın. Çünki Quba rayonunda siz gözəl qeyd elədiniz, çiçəyin şaxta vurması Quba rayonu üçün o xas olan bir xüsusiyyətdir. Quba rayonu təbii iqlim şəraiti elədir ki, aldıcı təbii iqlim şəraitidir. İsti olur, bitkilər ayrılır, vegetasiya müddəti başlayır, tumurcuqlayır, çiçək açır və ya açma ərəfəsində, qönçə dövründə şaxta düşdüyü halda o çiçək məhv olur. Ona görə də biz bayaq qeyd etdiyim kimi o növlərə diqqətlə fikir verib, bizə yəni tezdə çiçək açmayan növlərdən istifadə edəcək, o problemlərin də qarşısını almış olaraq. Bir də belə bir üsul da var, bu qədimdən qalan bir üsuldur. Əgər meyvə bağları çiçək açarsa və ya açma ərəfəsindədirsə, hal-hazırda da o tətbiq olunur. Hətta 200-300 hektar meyvə bağı olan şirkətlər də onu tətbiq edir. Fikir vermişsinizsə,
Meyvə bağlarının kənarında saman tayaları olur. Kimsə baxıb deyə bilər ki, burada heyvan saxlamırlar. Bunun əkin sahəsi yox, bu saman nədir? Burada yığıb qoyub. O samanı yığmasının əsası var, səbəbi var. Ona görə yığırlar ki, bağban hiss edir ki, artıq onun meyvə ağacları çiçək açmaq ərəfəsindədir. Və indi çox gözəl, belə deyək də, bu hava iqlim şəraiti haqqında da məlumatlar verilir. O məlumatlardan da eşitmişik ki, axşam şaxta olacaq və ya özümüz hiss edirik ki, axşam şaxta gözlənilir. O gecə bağban yatmır, özü və işçilərindən istifadə edib həmin saman taylarından paylayır bağa müəyyən qədər və payladıqdan sonra onu yandırır. Onu alovlanıb yanmasının qarşısını alır. Çünki alovlanıb yananda o tüstü buraxmır. Ona bir qədər su atır. O elə yanır ki, tüstülənə, belə deyək də. O meyvə bağının üzərində, deyək ki, bizim 20 hektar, 30 hektar meyvə bağımız varsa, onu yer verirdə mənim dediyim samanı yandırıb tətbiq eləyəndə həmin bağın üzərində tüstü təbəqəsi əmələ gəlir. Çünki şaxtalı havalarda külək olmur. Adətən külək olmur. Şaxtalı havalarda da hava bir o qədər cərəyan, hərəkət eləmir. Yəni, havanın yer dəyişməsi bir o qədər olmur, fikir vermişsinizsə. Belə olduğu halda o bizim samanla əmələ gətirdiyimiz tüstü, o meyvə bağının üzərində tüstü təbəqəsi əmələ gətirir. Tüstü təbəqəsi 3-4 dərəcəyə qədər, yəni şaxtanın qarşısını ala bilir. Əgər belə deyək, o tüstünün üzərində 2 dərəcə şaxta varsa, o meyvə bağında o 0 və yaxud da ki, müsbət 0.5-ə bərabərdir. Yəni, bu şaxtanın qarşısını biz müəyyən qədər ala bilirik. Bu haldan da istifadə etmək mümkün. Effekti çoxdurmu onun? Bəli, təbii ki, effekti çox. Yenə də deyirəm, bir dərəcə biz o bayaq dediyim kimi tüstü verməklə biz onun qarşısını alsaq, tüstü təbəqəsi əmələ gətirməklə qarşısını alsaq, o çox böyük köməkdir. Elə o bir dərəcə kifayət edir, məhv eləsin onu. O bir dərəcə kifayət edir, orada tozlama təbii ki, gündüz gedibsə də mayalama prosesi dayanır. Mayalama prosesi öz inkişafını bir neçə dəqiqə saxlayarsa o məhv olur. Ondan sonra isti olsa da o inkişafı davam edər. Bu baxımdan da ki, təbii ki, meyvə də olmuyordu. Və onun üçün də o da, belə deyək də, son variantdır. Son variantdır ki, əgər görürsən ki, çiçək açmaq ərəfəsində deyə açır və bilirsən ki, bu gecə də şaxta olacaq, gözlənirsə, mütləq bunu tətbiq etmək. Başqa yolu yox. Başqa, əgər bunu da tətbiq etməsən, mən deyə bilirəm, bunu tətbiq etsən, %100 hər şey əlam, meyvən də sənin çox gözəl olacaq, çox böyük kalibr yox. %100 də qarşısını ola bilərik. 50% də qoruyub saxlaya bilərik meyvəni. Yəni, ən azından müəyyən bir təsiri olacaq. Bir təsiri olacaq. Bunun üçün də sonuncu variantımızdır. Yəni, müsbət effekt verən bir variantdır. Tətbiq eləmək mümkündür. Ona görə də meyvə bağları olan, xüsusən də intensiv meyvə bağları olan bağbanlara tövsiyə odur ki, ən azından onlar yəqin görürlər, bu böyük şirkətlər bunu tətbiq eləyirlər. Onlar da tətbiq eləyirlərsə, deməli, effektin görürlər ki, tətbiq eləyirlər. Onlar da öz bağına uyğun olaraq, bağın ölçüsünə uyğun o saman tədarükünü eləsinlər. Orada elə bir keyfiyyətli samana da ehtiyac yoxdur. Elə çürük saman da mümkündür. Heyvan yeyə bilməyib, tayada qalmayıb, yanı çürüyən saman tayları var. Bax, bu taylar da kifayətli. Sadəcə bizə nə lazımdır? Tüstü əmələ gətirmək. Tüstü əmələ gətirmək. Bunun üçün də hər cür saman orada, yəni heyvan qidalana bilməyən samanda mümkündür ki, orada tüstünü əmələ gətirə bilək. Bunun üçün də öz tədarüklərini görməlidirlər. Əvvəldən bayaq Telman müəllimin dediyi kimi, o heyvanı olan qış üçün yem tədarük etdiyi kimi, bağı olan da qış üçün bu problemlərdən çıxış yolu tapmaq üçün o samanı tədarük etməlidir. Telman müəllim, qulada fəaliyyət göstərən fermerlər üçün xüsusi tövsiyələriniz nələrdir? Süni maylamadan istifadə etsinlər. Süni maylamadan yararlansınlar. Aki əxəttinə leasing yolundan cins malqara verilir. Dövlətin güzəştə şərtləri ilə ondan yararlansınlar. Yəni, bir gün məhsuldarlıq göstəriciləri aşağı olan heyvan saxlamaqdansa, məhsuldarlıq göstəriciləri daha yüksək olan məhsuldar cinslərdən istifadə etsinlər. Adətən bizim rayonumuz üçün simmental cins daha əlverişli uyğundur sayılır. Həmin simmental cinsi leasing yolla da bizə müraciət edirlər fermerlər, biz kömək edirik, əldə edə bilirlər. Damazlıq təsərrüfatlarımız var, Xudətdə var, bizim rayonda da var, hazırda bizim rayondakı təzə fəaliyyət başlayıb. Hələ ki, tam damazlıq dünya satışı hələ olmuyor. Amma digər rayonlarda var təsərrüfatlar, biz fermerləri yönləndiririk ora. Bizim orada cins malqaradan götürürlər, cins damazlıq düyələrdən götürürlər, simmental
ət və süd məhsuldarlığında da yaxşı nəticələr əldə edirlər. Həmçinin də süni maynamadan. Bir gün süni maynama var, Göygöldə Respublika Süni Maynama Mərkəzi var. Həmin mərkəzdən Respublikaya cins toxumlar paylanılır. Süni maynama təqaüdləri tərəfindən heyvanlarda, cırm heyvanlarda məhsuldarlıq göstəriciləri az olan, zəif olan heyvanlarda, yerli cinslərdə daha doğrusu süni maynama işləri aparılır və məhsuldarlıq göstəricisi daha yaxşı, yüksək olan həm ətdə, həm süddə budovlar əldə olunur, məlazlar əldə olunur və həmin heyvanların sabah fermerlərə daha yaxşı ət və süd məhsuldarlığının verilməsində və Respublikamızda da bu daha yüksək geniş vüsət alınmasında, ət süd məhsuldarlığının artırılmasında çox köməklik edir. Heyvan baş sayı azalsa da məhsuldarlıq artır. Həm ətdə, həm süddə. Cins heyvanların süd məhsuldarlığı daha çoxdur. Ət məhsuldarlığı daha çoxdur. Nəinki yerli mallara baxanda. Ona görə də biz bu tövsiyələrimizi bütün fermerlərə veririk. Yəni mütəmadi ərazilərdə görüşlər keçiririk fermerlərlə. Nə lazımdır fermerlərə bu yolda biz köməklik edirik. Müəllim gözəl dedi. Cins mallara təbii ki, onun məhsuldarlığı yüksək olur həm süd tərəfdən, həm ət tərəfdən. İkinci tərəfdən də dövlət güzəştləri var. O Tilman müəllimin dediyi sahə üzrə həm süni maylanmada, həm bayaq dediyi kimi damazlıq təsərrüfatından aldığı düyələrə görə, damazlıq təsərrüfatından əgər fermer gedib düyə alırsa, o düyənin qiymətinin 60%-ni dövlət ödəyir, Akia tərəfindən ödənir, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilir. 40%-ni fermer özü ödəyir. Bu da böyük bir dəstək dövlət tərəfindən. İkinci tərəfdən də süni mayalanmanı həyata keçirən dövrdə vaxtı. O süni mayalanmanı həyata keçirən baytar həkimi, o dövlət işçisi deyil. O özəl bir işdir. O fermer onu dəvət etdikdə süni mayalanmanı həyata keçirmək üçün onlar müqavilə bağlayır və müqaviləyə uyğun olaraq da zəhmət haqqısını alır və eyni zamanda da o mayalanması üçün lazım olan toxumun pulunu alır. Sonra orada səhv etmirəmsə nömrələnməsi üçün identifikasiya nömrələri var. Süni mayalanmadan doğan o dövlət dəstəyi. Müəyyən qədər fermer o pulları ödəyir. Ödənilən xərci dövlət elə ödəyir. Pulları qarşılamaq üçün dövlət hər doğulan buzova 100 manat subsidiya verir. Yəni o süni mayalanmaya fermer xərclədiki pulları artırılması ilə dövlət sonradan ona qaytarır buzov doğulduqdan sonra. Yəni bundan da istifadə edirlər fermerlər. Ancaq müəyyən qədər fermerlər sərənkarlıq edirlər, gecikdirirlər o süni mayalanma ilə əlaqədar olan sənədləşmə prosesləri bir qədər ləng hərəkət edirlər. Tövsiyəmiz ondan ibarətdir ki, yəni dövlət yardımından yararlansın. Kifayət qədər yararlansın. Öyle. Artıq verilişimizin sonuna gəldik. Sonda fermerlərə hansı tövsiyələriniz olardı yekun olaraq? Yekun olaraq onu demək istərdim ki, kənd təsərrüfatı ümumiyyətlə həm bitkiçilik sahəsi, həm kənd təsərrüfatı sahəsi çox ağır bir sahədir. Çox çətin bir sahədir. Ona görə ağır və çətindir ki, kənd təsərrüfatı sahəsi açıq havadır. Bayaq qeyd etdiyiniz kimi şaxtalı günlərdə olur, qarlı günlərdə olur, tozlu, torpaqlı günlərdə olur. Yəni çətin bir sahədir. Mən gənclərə tövsiyə edərdim ki, bu nə qədər çətin olsa da, o qədər gözəl bir sahədir. O qədər məhsuldar bir sahədir. Yəni insanın yaşaması üçün ən vacib olan qidadır. Yəni qida sırf kənd təsərrüfatında istehsal olunur. Başqa bir qida hardansa mineral formada, ya hansısa formada dənizlər çıxmaq şərti ilə, balıq çıxmaq şərti ilə heç yerdə mümkün deyil qida əldə edəsən. Onun üçün də bu şərəfli işə, bu zəhmət tələb edən işə uzaqlaşmasınlar, şəhərə qaçmasınlar, torpağı boş saxlamasınlar, əksinlər, becərsinlər, məhsul əldə eləsinlər və satdığı halda da təbii ki, öz müəyyən problemlərini həll edə bilər. Yəni kənd təsərrüfat sahəsində mən indi fermerlərin rəqəmlərinin hamısını açıb burada tökmək istəmirəm. Mən öz fermer olaraq özümdən danışıram. Çünki biz digər fermerlərin belə deyək, hansısa fermerin haqqına girib onun haqqında danışa bilmirəm. Şəxsən özüm fermer olaraq mən deyirəm. Əgər işlədiyin halda 1 hektar torpaq sahəsindən bir ailənin yox, bir neçə ailənin dolanması üçün gəlir əldə olunması mümkündür. Əgər damlama suvarma sistemi ilə 1 hektar gilas bağı əkərsə və yaxud da ki, damlama suvarma sistemi ilə 1 hektar meyvə bağı əkərsə, o ailə həm onun dolanacağına bəsdir, həm o bağın qoruyub saxlamasına bəsdir, həm də gedib onun üçün müəyyən qədər bir yerdə istirahət etməsinə kifayətdir.
Yəni kənd təsərrüfatı belə bir sahədir. Təbii ki, mənim torpağım var. 5 hektar elə belə boş saxla, orada heç nə qazanmayacaqsınız. Dediyim halda o torpaqdan istifadə etdiyin halda yüksək məbləğ əldə edilməsi mümkündür. Son illərdə çox nə gözəl ki, bizim dövlətimiz də böyük subsidiya var, böyük yardım var, böyük güzəştlər tətbiq edir. Yəni bir traktor alırsan, onun 60%-ni dövlət ödəyir. Böyük bir Bağa keçsən 1 hektar alma baxa, damlama suvarma sisteminə 11 min manat bir dəfəlik yardım verir. Minimum 1 hektar ekti yağda damlama suvarma sisteminə. Və həmçinin fındıq bağı üçün, mən Quba rayonu üçün xas olanları verirəm. Fındıq bağı üçün 3600 manat bir dəfəlik yardım verir. Subsidiya buna dəxli yox. Və növbəti illərdə də subsidiya verir. Texnikanın alınması güzəş, subsidiya verir. Subsidiya hesabına sən tingid ala bilərsən. Traktor almağı da o puldan əvvəllər o mümkün deyil. Yalnız dərmə və gübrə çirik. İndi king almağa da o pulu xərcləyə bilərsən, toxum almağa da xərcləyə bilərsən, traktorda, kənd təsərrüfatı adamların almasına da həmən puldan xərcləyə bilərsən. Sənin kartla 1 hektar bağa girsən, 11 min dövlət pul vurur, 11 min programdan sonra bir traktor götürür, 5 mini ilkin ödəniş eləyib, yerinizə bağlan 5 minə də kifayət qədər gübrə dərman al, bağa xidmət edər. Bu dövlət yardımı. Əlavə də sən də bir qədər əl yetirsən, kifayət qədər o bağa xidmət edib pul qazanmaq olar. Mən uzun müddət kənd təsərrüfatda, elə uşaqlığımdan oxuduğum sahədə oldu, işlədiyim sahədə oldu, kənd təsərrüfatda işləyir. Heç də pis dolanacaq əldə etməmişəm. Onun üçün də mən bu gənclərə tövsiyəm odur ki, Bakı şəhərinə qaçmasınlar. Gedib haradasa o qarın şaxtanın altında özünün torpağı olduğu halda gedib işləməsinlər. Öz torpaqlarından səmərəli istifadə etsinlər. Vallahi mən yenə də deyirəm, torpağı olub, iş tapmayan adam, mən deyərdim ki, belə deyil, əlindən iş gəlməyən bir insandır. Əgər o torpaq üzərində o çalışsa, yenə də mən sözünü qaydıram. Yüksək gəlir əldə etməsi mümkündür. Təbii ki, zəhmət tələb edir, əl qabar olur. Dolanmaq üçün əl qabar olmalıdır. Qabarlı əllərlə qazanan məhsul çörək daha adama ləzzət verir, daha belə rahatlıqla yeyirsən. Ona görə tövsiyəm ondan ibarət ki, gənclər kənd təsərrüfatından ayrı düşməsinlər. Həm heyvandarlıq sahəsində, həm bitkiçilik sahəsində. Bir daha hər birinizə təşəkkür edirəm. Artıq verilişimiz yekunlaşdı. Geniş bir mövzunu müzakirə etdik və tövsiyələrinizi çatdırdınız. Təşəkkür Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirik. Biz də təşəkkür edirik ki, televiziya vasitəsilə biz öz fikirlərimizi fermerlərə çatdıra bilirik. Yox. Əgər heç olmasa bir neçə fermer bizim bu dediyimiz məsləhətlərə əməl eləsə, o bizim üçün böyük, çox böyük bir işdir. Çox sağ olun. Sağ olun. Beləliklə, sözümüzün canlı verilişinin sonuna gəldik. Bugün verilişimizdə qarlı hava şəraitinin kənd təsərrüfatı, heyvandarlıq, meyvəçilik və bitkiçilik sahələrinə təsirlərini müzakirə etdik. Sağ olun, salamat qalın.